Bir də the reason'dır və the reason why qəbul eləyir. Why olmasaydı that qoya bilərdik. 2 də cups cansızdır və isimdir. İsim olduğu üçün what olmaz. Cansız olduğu üçün who olmaz. How olmaz, where olmaz. Çünki when, where, how, why adverbdir və onlar ismi təyin eləmir. Who'dan sonra isim gəlməlidir. Bir dənə qaldı that. Cansızdan sonra that gələ bilər, which də gələ bilər. Və həm that, həm də which mübtəda kimi çıxış edib özündən sonra xəbər qəbul edə bilər. Üçüncü sualda places yer deməkdir. Cansızdır. Cansız olduğu üçün ya which ya that olmalıdır. O da D variantı that. Dördüncü sualda artıq biz burada boysa baxmırıq. Çünki bu nisbi əvəzlik məsələsidir. Burada cümləni tam oxuyanda görürük ki, burada başqa bir şey tələb olunur. Deyir ki, biz oğlanlarla görüşdük. Biz adətən onlarla görüşdüyümüz yerdə. Deməli, burada them əvəzliyi göstərir ki, burada artıq mübtəda, xəbər, obyekt də var. Biz olanları harada görürük? Adətən görüşdüyümüz yerdə. Yəni, burada bizə sadəcə bağlayıcı lazımdır. Yəni, nisbi əvəzlik məsələsi deyil. Ona görə də where qoyuruq və cavab C-dir. Diqqətli olmaq lazımdır burada. 5də he whispered the word. Cansızdır və isimdir. İsim olduğu üçün what olmaz. İsim olduğu üçün when, where, how, why olmaz. Çünki onlar ismi təyin eləmir. Onlar adverbdirlər. Sonra who, whom olmaz. O da cansızı təyin eləmir. Bir dənə which qaldı da cansızdan sonra which gəlir və which mübtəda kimi çıxış edib özündən sonra xəbər qəbul edə bilər. 6-cı sualda we took umbrellas, we were afraid. We were afraid sözünü olanda ox olur, sözünsüz olanda zət olur. We were afraid that. Və ona görə də ya C-dir, ya da D-dir. Və burada birinci tərəfə görə as qoyuruq, çünki deməkdir. Biz deməli çətirlər götürdük, çünki qorxurduq ki, yağış yağa bilər, zətdə ki kimi tərcümə olunur. 7də I was late for the train. Deməli, burada tərcümə ilə qoymalıyıq. Mən qatara gecikmək. My watch was 15 minutes slow. Mənim saatım 15 dəqiqə gecikmək. Yəni, burada qatara gecikdim çünki saatım 15 dəqiqə gecikirdi. Yəni, burada səbəb bağlayıcısı mənə lazımdır. Onu da because-dan qoyuruq. Yəni, burada elə bir bağlayıcıdır ki, ancaq tərcümə ilə qoyulmalıdır. 8-ci sualda mən deyir, çaya atıldım və o biri tərəfə üzdüm. Yəni, burada iki tərəf arasında atılmaqla üzmək arasında qarşılaşdırma falan heç bir şey yoxdur. Ancaq and qoyuruq, çünki mübtəda bir dənədir I, 2-dən də xəbər var, həmcinsdir, həmcins üzvlər də and-lə birləşir. 9-da deyir ki, I noticed, mən gördüm. Mən gördüm sözündən sonra ancaq ki gələ bilər. Mən gördüm ki, zət qoyuruq bura və ikinci tərəfə də so, buna görə də. Burası artıq tərcümə ilə qoyulur. Tərcümə eləyək. Mən gördüm ki, o məndən arxada əyləşdi. Buna görə də onun üz mimikasını görə bilmirdim. So, buna görə də. 10-cu sualda deyir ki, səma buludlu idi və buna görə də təyyarə aeroportdan getmədi. Buna görə də sözü so deməkdir. 11-ci sualda kaktusu, deməli hedgehog, kirpiyə bənzədirik. Bənzətmədə əzəzlə nə olur? Bunu sifətdən öyrənmişik. Əzəz kimi tərcümə olunur. Yəni deyir kaktus kirpi kimi canlıdır. Cavab C-dir. Və buna da uyğun gəlir B variantı. 12 tərcümə ilə qoyulacaq. Deyir ki, saat 10 idi. Heç kəs mənim qapını döyməyimə cavab verməmək
Otaqda işıq görünmək. Deməli, belə başa düşürük ki, saat 10 idi, evdə işıq yanırdı, amma mənə heç kim qapını açmadı. Və buna da uyğun gəlir B variantı. It was only 10 o'clock, but nobody answered my knock. Yəni, saat 10 idi hələ. Yəni, çox da gec deyildi, amma heç kəs mənə qapını açmadı. Though there was a light in the room. Baxmayaraq ki, evdə işıq yanırdı. 13-də bağlayıcı tərcümə ilə qoyulacaq. Deyir ki, su təmiz deyildi. Biz üzmədik suda. Təmiz deyildi, ona görə də biz üzmədik də, ona görə də qoyalım. O da A variantı. So, ona görə də, buna görə də deməkdir. 14-cü sualda Shakespeare tanınır Britaniya və xaric. Yəni burada həm Britaniyada, həm də xaricdə demək lazımdır. O da ancaq B variantıdır. Not only in Britain but also abroad. Yalnız Britaniyada deyil, yəni başqa yerlərdə də məşhurdur. 15-ci sualda deməli I opened the box, mən qutunu açdım. Burada deməli, box qutudur, cansız kimi yanaşıb zətdə qoya bilərik. That was the present from Granny. Hansı ki, mənim nənəmdən olan hədiyyə idi. Cansız olduğu üçün zət qoyuruq və cavab D variantıdır. Məsələn, qutunun içində deyə bilərik məkan kimi, amma where qoymaq olmaz, çünki where'dən sonra xəbər gəlmir. 16-cı sualda it's bad, çox pis haldır. Somebody is accused of something he didn't do. Something törəmədi. Törəmədən sonra ancaq zət gələ bilər və cavab olur C variantı. 17-də bağlayıcı tərcümə ilə qoyulmalıdır. I'm not hungry. Mən ac deyiləm. There is no need to have dinner. Yeməyə ehtiyac yoxdur. Mən ac deyiləm. Buna görə də yeməyə ehtiyac yoxdur. Buna görə də bağlayıcı so. So, buna görə də. Deməli, 18-ci suala baxaq. Baker bilirik ki, çörəkçidir və insanı bildirir. Amma the bakers deyəndə çörək dükanı nəzərdə tutulur və biz buna artıq cansız isim kimi yanaşırıq və biz nisbə əvəzliklərdən öyrənmişik ki, cansız isimlərdən sonra which gəlir, which yoxdursa zət gələ bilər. Ona görə də cavab olur which is by my house, yəni hansı ki, mənim evimin yanındadır. Prosta bizim dildə əslində qrammatik olaraq hansı ki demək düzgün deyil. Nisbə əvəzliklər bizim dilə fe'li sifət tərkibi kimi tərcümə olunur. Mənim evimin yanında olan çörək dükanı. 19-cu sualda deməli, Ben asked would go for a walk. Would uca xəbərdir də. Burada deməli, mübtəda lazımdır. Where, when, if bunlar birbaşa feillə işlənə bilməzlər. Onlardan sonra mübtəda xəbər gəlməlidir. Amma bax, what-dur, who-dur, bunlar özləri mübtəda yerində işlənə bilər. Təbii ki, gəzməyə insan gedərdi. Ona görə who qoyuruq. Who would go for a walk? It was good weather. Əgər yaxşı hava olsa, kim gedəcək gəzməyə? 20-ci sualda deməli, mən ağaca çıxa bilmərəm, mən qorxuram hündürlükdən. Çünki mən qorxuram. Burada because-dur da, onun görə də cavab B variantıdır. 21-də David və Henry-ni veribdir və has xəbəri veribdir. Has göstərir ki, burada elə bir bağlayıcı götürməyək ki, onun xəbəri tək olsun da, yəni Henry ilə uzlaşsın. Boss and-lə xəbərə cəm olacaq, and-lə xəbərə cəm olacaq. Nice or bağlayıcısı səhvdir, nice or bağlayıcısı da səhvdir. Bir dənə B variantı düzdür, nice or. Nice or da xəbərə yaxın olanla uzlaşır, yəni Henry has. 22-də deyir ki, I think, düşünürəm ki, düzdürmü? Think-dən sonra ancaq ki gələ bilir, düşünürəm ki. Zətlərə baxırıq, bir də can-ə baxırıq. Can xəbərdir də, can help. Xəbərdən əvvəl mübtəda lazımdır. Mübtəda da orada nə ola bilər? What can help us? Düşünürəm ki, mən bilirəm bizə nə kömək eləyə bilər. O biri zətləri niyə çıxır? Çünki how və whose mübtəda yerində çıxış eləyə bilmir. 23-də I bought a book. Book isimdir. İsimdən sonra what olmaz. Orada was xəbərini görürük. Xəbərdən əvvəl mübtəda gəlməlidir. Whose
Where mübtəda kimi çıxış eləmir. Who da cansızın mübtədası kimi çıxış eləmir. Bir dənə which düzdür. 24-cü sualda collection cansızdır. Cansızdan sonra ya which ya zət var, orada zət var, cavab adı. 25-də deyir ki, mən sənə başa salacağım it all has happened. Bunun hamısı baş verdi. Bax, birincisi nə edirik? It mübtədası var. Who olmaz. Yəni mübtədəyə ehtiyacımız yoxdur. When olmaz çünki when'dən sonra indiki bitmiş olmaz. İnsandan söhbət getmir. Who'mu nə edirik orada? Which'dən də, yəni which gərək bir isim gəlsin ki, ondan sonra which verəsən ki, təyin budaq olsun. Bir dənə burada where düz gəlir. Çünki baxın, mübtəda və xəbər hazır varsa, deməli biz ikinci dərəcəli üzvləri nəzərdə tuturuq. Yəni when, where, how, why qoya bilərik burada. When'ə də niyə qoya bilmədik? Çünki indiki bitmiş uzlaşım. Bir dənə where düz gəldi orada. Yəni bunların hamısı baş verdi. Harada? Bunların hamısı baş verdi. Niyə? Bax, belə də qoya bilərdik. Why da qoya bilərdik. How da qoya bilərdik. Bircə dənə orada when olmur, çünki indiki bitmişlə uzlaşmır. 26-da the young man wore spectacles. He was a child. Deməli, eynək taxırdı bu adam uşaq olanda. Görürsüz, iki tərəf arasında nə çatmır? Zaman anlayışı. When he was a child. Yəni, eynək taxırdı nə vaxt? Uşaq olanda. Tərəfləri tərcümə edib, sonra həmin bağlayıcı əvəzliyi və ya bağlayıcı zərfi yerinə qoyuruq. Bağlayıcı əvəzliyi və ya bağlayıcı zərf tərəflərin tərcüməsindən sonra tapılır, qoyulur. 27-də the fact is that. Is that. Yəni fakt budur ki. The fact is budur sözünə bizdə uyğundur və ki lazımdır. Yəni bu hazır ifadədir belə. The fact is that. Fakt budur ki. 28-də çox güməki tərcümə ilə qoyulacaq. Deyir ki, bayramı idi, all the shops were closed, bütün mağazalar bağlı idi. Yəni bayram olduğu üçün bağlı idi. Üçün lazımdır bizə, o da as-dir. As it was a national holiday, yəni üçün. Because yoxdur, because-u zaten qoya bilməzdi. Çünki məsələn cümlənin əvvəlində as gəlir, because gəlmir. Because adətən cümlənin ortasında gəlir. 29-da I did everything. Deməli, törəmədir, əvəzlikdir. Ümumiyyətlə, əvəzlikdən sonra nisbi kimi ancaq zət gəlir və cavab olur A variantı zət. 30-da the street cansızdır. Cansızdan sonra deməli, how olmaz, where olmaz, çünki bunlar zərfdir, bunlar ismi təyin eləmir. What olmaz, çünki what da nisbi əvəzlik kimi işlənmir. Cansızdan sonra zət və ya boşluq gələ bilər, yəni ixtisar. Amma burada ixtisar verə bilməyəcək, çünki leads xəbərdir. Xəbər gələndə ixtisar vermək olmaz, ona görə də ancaq zət olmalıdır. 31-də nobody knows, heç kəs bilmir, troubles us, narahat edir bizi. Yəni görürsüz, troubles burada feildir. Feildir, təsiri feildir və özündən sonra as obyekti təyin edibdir. Xəbərə nə lazımdır? Mübtada. Mübtada da nə olacaq? What troubles us? Bizi nə narahat edir? Who da ola bilərdi, kim narahat edir? 32-ci sualda leave the key, açar qoy get, I usually get it. Mən onu oradan götürüm. Yəni harada qoy get? Mənim götürdüyüm yerdə. Ona görə də cavab olur C. 33-cü sualda cümlənin bir tərəfi təsdiqdir, bir tərəfi inkardır. Ona görə də but qoyuruq. Biz orada olacaq, amanlar yox. 34-cü sualda I'll come, mən gələcəm, you want sən istəmək. Yəni sən istədiyin yerə gələ bilərəm. Ona görə də cavab A olur. Tərcümə məsələsidir. You want mübtəda xəbərdir. Mübtəda xəbər olanda when, where, how bir də why qoya bilərik. Onda ki why you want olmaz. Where you want, sən istədiyin yerə gələrəm. 35-də deyir ki, she helped me very much. O mənə çox kömək etdi. She was very tired. O çox yorğun idi. Yəni tərəflər arasında təzad var. Yəni qarşılaşdırma qoymalıyıq burada. Also olacaq cavab, baxmayaraq ki, çox yorğun idi.
Kömək etdi mənə. 36-da he wanted to work a little more, he couldn't. Yəni görürsüz bir tərəf müsbətdir, bir tərəf mənfidir. İşləmək istəyirdi, işləyə bilmədi. Yəni ona görə də but qoyuruq. Amma işləyə bilmədi. 37-də he promised to buy. O söz verdi almağa. You want, sən istədiyini. Görürsüz tərəflər arasında nə çatmır? O söz verdi almağa nəyi? Sənin istədiyini. Yəni what qoyacaq burada. 38-də I was translating an article, the teacher entered the classroom. Yəni tərəflər arasında zaman anlayışı bizə lazımdır. Mütləq deyir ki, mən məqaləni tərcümə etmək, müəllim otağa daxil olanda, yəni nə vaxt tərcümə edirdim? Müəllim daxil olanda burada when olacaq ancaq digər bağlayıcılar düz gəlmir. 39-da mən sənə baş çəkəcəm, mənim vaxtım var. Yəni burada nə qoyacağıq? When qoya bilərik, vaxtım olanda gələcəm yanına. In case qoya bilərik, in case if-ə bərabərdir də. Əgər vaxtım olarsa sənə baş çəkəcəm. Bir də because da qoya bilərik. Sənə baş çəkəcəm, çünki vaxtım var. Yerdə qalanları zol baxmayaraq bu təzaddır, düz gəlmir. Unless də aldadıcı ola bilər. Until və unless özünə sonra təsdiq yazılır, amma tərcüməsi inkar çıxır. Əgər mənim vaxtım yoxdursa, mən sənə baş çəkəcəm. Bax, belə çıxır mənası. Ona görə də belə cümlədə unless until qoymaq olmaz. Unless until qoyanda yazılış təsdiq olur, tərcümə inkar çıxır. Ona görə də diqqətli olmaq lazımdır. Cavab olur 1, 2, 3 B variantı. 40-da Stevenson is an architect, deməli bir arxitektordur və designs have won international prize. Bax, diqqətli olun, çünki design sözü həm isimdir, həm də feildir. Burada feil yəni isim olduğunu hardan bilir? Çünki have won xəbərdir. Xəbərdən əvvəl mübtəda gələr də, yəni designs have won, dizaynları qazanıbdır mükafatı. Dizaynlar isimdirsə, deməli ismə lazımdır yelkal. Architect whose designs have won. Yəni burada dizaynı biz xəbər kimi götürə bilmərik. Çünki əgər o xəbər olsaydı, təzədən özündən sonra have won xəbəri ola bilməzdi orada. 41-ci sualda parsi cansızdır. Cansızda sürüdə biçkar. Ona görə də cavab C-dir. 42-ci sualda David is a friend. Friend isimdir və insandır. İnsandan sonra which olmaz. B variantı getdi. Burada bir məsələ var, çox kiçik bir məsələdir. Biz demişik ki, cümlənin sonlarında sözünü varsa, orada ya who, ya what qoyuruq. İndi biz burada insandan danışırıq deyə who qoyuruq da. Who we stayed with. Bax, bu with who-ya aiddir. Onun görə düzgün cavab C variantıdır. Yəni bu məsələni sual cümlələrindən öyrənmişik. Çünki bu məsələ həm sözünlüyü ilə əlaqədardır, həm sual cümləsinə, həm sual əvəzliklərindən, həm də bax elə nisbi, bağlayıcı əvəzlik, yəni harda WH ilə başlayan sözlər varsa, hamısı bir-biri ilə əlaqədardır. 43-də Hemingway bir də novels are very popular. Yəni görürsüz burada insandır, virgüldən ayrılıbdır və novels ismi var. Deməli whose novels olacaq da. Heç burada virgülə baxmağa da ehtiyac yoxdur. İsim gəlibsə onun novelləridir deyə yelik qoyacaq whose. A variantı. 44-də Italy is a country I have never visited. Deməli, baş çəkməmişəm heç vaxt bu İtaliyaya. Deməli, country which I have never visited. Bir də that I have never visited. Adi cansız kimi yanaşırıq. 1-lə 3 götürürük. İsimdən sonra what olmaz və zaman anlayışı yoxdur deyə when də lazım deyil. Əgər burada cansız və ya məkan kimi seçimlər arasında qalsaydı, onda deyərdik ki, hə, visit sözü nə tələb eləyir? Hara, ya, harada sözünü tələb eləmir, ona görə də məkan kimi yanaşır. Amma burada heç onu fikirləşməyə ehtiyac yoxdur. 45-ci sualda deməli, mən insandır, insandan sonra who gəlir, ona görə də cavab Y-dir. Həm də boşluqdan sonra mübtəda yoxdur da, xəbər gəlir. Ona görə adlı xal qoymalıyıq bura ancaq və cavab who-dur. 46-da
I wanted to go to the concert. All the tickets were already sold. Deməli, mən konsertə getmək istirdim. Bütün biletlər artıq satılmışdı. Yəni tərəflər arasında nə var? But qoya bilərik. Amma getmək istirdim, amma tiketlərin hamısı satılmışdı. Bir tərəf müsbətdir, bir tərəf mənfidir. 47-ci sualda deyir, mənim dişim ağrıyırdı və mən dentistə vaxt təyin elədim və qoyuruq. So, buna görə də qoyuruq və cavab olur 1, 3. Yəni, 2 dənə 1, 3 var. D və Y variantı ikisi də eynidir. 48-də I'll pay you, you finish repairing my house. Mən sənə pul ödəyəcəm, sən evimin işini bitirəndən sonra da nəsə belə bir şey. Burada qoya bilərik if. Əgər işi bitirsən ödəyəcəm. In case, o da if'in tayıdır. Əgər işi bitirsən. Bir də, birdən 2 düz gəlir. O birilərin niyə olmaz? Also qarşılaşdırmadır. But qarşılaşdırmadır. Unless alıcı ola bilər. Diqqətli olun. Unless və until özündən sonra yazılanda təsdiq yazılır, tərcüməsi inkar edilir. 49-cu sualda deyir ki, mən işi bitirə bildim, mən yorğun. Deməli, iki tərəf arasında qarşı durma var. Mən işi bitirə bildim, amma yorğun idim. 1. Baxmayaraq ki, yorğun idim. 3. Cavab olur A variantı. 50-də deyir Max made a sandwich, he wasn't hungry. Max sandwich düzəltdi, o ac deyildi. Yəni burada nə qoya bilərik? Sandviçi əgər ac deyildisə niyə düzəltdi ki, nə mənası var? Deməli burada tərəflər arasında qarşılaşdırmadır da. But he wasn't hungry. Bir də also. Yəni amma o ac deyildi ya da baxmayaraq ki, o ac deyildi. Onun nədənsə düzəltdi də 2 ilə 3 götürür, cavab olur A variantı. O birilər düz gəlmir çünki tərəflər arasında biri müsbətdir, biri mənfidir deyə ancaq qarşılaşdırma düz gəlir. 51-ci suala baxırıq. Deməli, she accepted the offer. Offer təklifdir və cansız isimdir. İsimdən sonra what olmaz, 2 getdi. Təklif ismi zamanı falan bildirmir deyə when getdi. Cansız isimdən sonra biz nisbə əvəzliklərdən öyrənmişik ki, which əvəzliyi götürülür. Və which-in əvəzinə zət də götürmək olar. Ona görə də biz burada zəti də götürürük və ixtisar məsələsi. Nə vaxt biz nisbə əvəzliyi ixtisar edə bilərik, nə vaxt ixtisar edə bilmərik. Əgər biz boşluqdan sonra görsək ki, birbaşa feil gəlibsə, bu zaman ixtisar etmək olmaz. Amma burada görürük ki, boşluqdan sonra feil gəlməyib də, article, isim falan gəlib, hər halda boşluqdan birbaşa sonra feil yoxdur. Bu zaman biz nisbə əvəzliyi ixtisar edə bilərik. Elə buna görə də biz ixtisarı da götürə bilirik. Ona görə də cavab olur which, boşluq, bir də zət. 52-ci sualda deməlidir opera. Opera isimdir. İsimdən sonra what olmaz deyə 4 gedir. Sonra deməli was xəbərdir. Xəbərdən əvvəl mübtəda gəlməlidir. Where heç vaxt mübtəda yerində çıxış eləyə bilməzdir. Where-nin özündən sonra mübtəda xəbər gəlməlidir, amma which və zət özləri xəbərlə birləşə bilər. Çünki which-lə zət cansızdan sonra gəlir və özləri xəbərlə birləşib mübtəda kimi çıxış eləyir. That was performed, zət mübtədadır, was performed onun xəbəridir. Which was performed, which mübtədadır, was performed onun xəbəridir. 53-cü sualda house, deməli cansızdır. Cansızdan sonra which-lə zət götürə bilərik. Yəni 1, 4, bu da olur C variantı. 3-ü niyə götürmək olmaz? Çünki boşluqdan sonra feil gələndə ixtisar vermək olmur. 54-cü sualda film cansızdır. Cansızdan sonra which-lə zət gələ bilər. Zət var, which yoxdur, amma ixtisar da götürə bilər. Çünki boşluqdan sonra birbaşa sonra feil gəlməyib də, mübtəda xəbər gəlir. Bu zaman boşluq götürə bilərik. Yəni ixtisar. Nisbə əvəzliyi ixtisardır. Bunu biz nisbə əvəzliklərdən öyrənmişik və cavab olur 3, 4 C variantı. Hələ 5-ci sualda
Deməli, there were times, elə vaxtlar var idi ki, elə vaxtlar var idi ki deyəndə biz zaman nəzərdə tuturuq deyə when qoyuruq. Və burada ixtisar da ola bilər. Deyir, elə vaxtlar var idi ki, Alex bizlə əlaqəni kəsmişdi və ixtisar, yəni cavab olur 1-2 A variantı. 56-da is there anything deməli əvəzlikdir. Əvəzlikdən sonra da bir dənə nisbi kimi zət gələ bilər və cavab olur A variantı. 57-də the students bir də the teachers verilibdir. Hər ikisi cəmdir. Expect xəbəri də cəmdir. Both the students and the teachers expect. Not only the students but also the teachers expect. So, bir dənə 4 düz gəlir. Such that, so that bu tam ayrı bağlayıcıdır. Onun mənası da tamam ayrıdır. Hələ 8-də Julie bir də all of the grandchildren want. Fikir verin, burada Julie təkdir, grandchildren cəmdir, want xəbəri də cəmdir. Deməli, elə bağlayıcı götürməliyik ki, xəbərə yaxın olanla uzlaşdırsın. Not only Julie but also the grandchildren want. Sonra Julie and all of the grandchildren want. And də götürür, çünki and də cəmləyir. Birdən 3-ü götürdük. O birilər baxıram ki, düzgün bağlayıcılar deyil. Boss also bağlayıcısı səhvdir, boss or bağlayıcısı səhvdir. So that isə arasında ya sifət ya zərf qəbul edir. Elə gözəldir ki, elə yaxşıdır ki, belə bir məna verir. Yəni bu cümləyə dəxilsizdir. Bir dənə 1-dən 3 düz gəlir, cavab olur B variantı. Yəni 9-cu sualda all əvəzlikdir. Əvəzlikdən sonra ancaq zət gələ bilər, yəni bir də bu əvəzliyin, yəni nisbi əvəzliyin ixtisarı da ola bilər. Çünki boşluqdan sonra birbaşa fiil gəlmir, deməli ixtisar olar. Və cavablar A variantı 1-2. 60-da he told us everything he knew. Deməli, isim yox, əvəzlikdir. Əvəzlikdən sonra ancaq zət nisbisi gələ bilər. Bir də nə ola bilər? Nisbinin ixtisarı, yəni 1-dən 2. İxtisar niyə elədir? Çünki boşluqdan sonra xəbər gəlməyibdir. Altmış birdə I want to give back the money I borrowed. Deməli, cansızdır. Zət, bir dənə zət gəlir. Hansı pulu? Götürdüyüm pulu qaytarmaq istəyirəm. 62-də Bell is the man invented the telephone. Deməli, insandır və invented xəbərdir. Xəbərdən əvvəl nə lazımdır? Mübtada. Mübtada hansı halda olur? Adlı halda və cavab olur A variantı. Who invented? 63-cü sualda deməli deyir ki, qəribə nəsə var ki, I'm saying, mənim demək, yəni burada iki tərəf arasında tərcümə bu bağlayıcı əvəzlikdir. Görək hansı söz çatmır. Burada nə söz çatmır deyir. Mənim dediyimdə qəribə bir şey varmı? Yəni belə demək olar. Qəribə nəsə varmı? Nədə? Mənim dediyimdə. Bax bu iki cümlə arasında nə söz çatmır? Ona görə də cavab D variantı olur. 64-də have you tried the cakes I baked for you? Cakes cansızdır. Cansızdan sonra bir dənə which düz gəlir də burada which I baked for you. Hansı keklər? Sənə pişirdiyim keklər.